Abi Hureyre radıyallahu anhu قال Resulullah sallallahu aleyhi ve sellem Eddil emanete ile men temeneke ve la tehun men khanek. Abu Hureyre radıyallahu anhu'na rivayet olunur ki Allah Resulü sallallahu aleyhi ve sellem buyurur. Sənə etibar edən kəsə əmanəti əda et, yəni yerinə yetir. Və sənə xainlik edən kəsə xainlik etmə. Və bəllidir ki, əmanət həm itaətdə olur, itaətlərdə və hansısa bir əmanət verilir qorunması üçün, ya hansısa bir sənətdə, ya pul, ya hansısa bir əşya əmanət olunur. Və kimsə sənə əmanət qorumağı verilsə, artıq bizim üzərimizə vacibdir ki, o əmanəti qorumaq. Necə ki, öz malımızı qoruyuruqsa, o əmanəti daha çoxlu qorumalıyıq. Çünki öz əmanətin getməsi ilə, insanın öz əlindəki olan əmanət nəsə getməsi ilə, əşyası itməsi ilə heç bir zərəri yoxdur. Amma qarşındakı kəsin sənə etimad elədiyi və etibar edən kəsin əmanəti itsə, zay olsa, artıq istər-istəməz nə olur? Artıq qarşılıqlı olan bir etimadsız və etibarsızlıq yaranmaq olur və hətta düşmənçiliyə gələ bilər. Ona görə Allah Subhanahu taala Quran-ı Kərimdə bizə buyurur ki: "İnnallaha ya'murukum an tu'addul emanati ila ehliha." Həqiqətən Allah Subhanahu taala sizə əmr edir ki, öz sahiblərinə əmanəti yerinə yetirəsiniz. Yəni öz sahiblərinə əmanəti qaytarasınız və onlara verəsiniz. Hədisin ikinci hissəsində gəldiyi kimi, sənə xainlik edən kəsə xainlik etmə. Yəni xainlik nə deməkdir? Yəni əmanətə qarşı, yəni xainlik, xəyanət etmək. Və şək yoxdur ki, kimsə insana etibar edirsə, artıq onu xainlik etməsi icazəlidir. Baxın, Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, sənə xainlik edənə qarşı xainlik etmə. Yəni, pisliyə qarşı pisliyə cavab vermə. Bax, necə olar ki, ilk olaraq insan özü xəyanət edir. Şək yoxdur ki, əgər Allah Resulü sallallahu aleyhi ve sellem qadağa edirsə xainliyə qarşı xainlik etməməyə və xainlik etməyin özü artıq öz-özlüyündə əsla olmaz. Və bu nəyi göstərir? Bəzi insan deyir ki, qardaş, mən ona pisliyə qarşı pisliyə cavab verirəm. Yox. Allah Resulü sallallahu aleyhi ve sellem bizə pisliyə qarşı pisliklə cavab vermək icazə vermir. Ona görə Allah Subhanahu nə deyir? Deyir ki: "İdfa billati hiye ahsan fa izallazi beynaka və beynə adavun ka'annahu valiyyun hamim." Sənə pisliklə qarşı yaxşılıq et ki, aranızdakı olan düşmənçilik yaxın bir dosta çevrilsin. Və doğrudan da insana qarşı yaxşılıq etdikdə o insanı yumuşaldır və dostluğa çevirir.